Çoxdan gözlənilən an gəldi çatdı. Bəli, əzizlərim. Onlayn satış neçə vaxt ki deyirdim ki, özüm şəxsən istifadə etdiyim məhsulların hər birinin onlayn satışı olacaq ki, hal-hazırda gördüyünüz bütün məhsullardan istifadə eləmişəm və sizə də tövsiyə görürəm. Ən birinci başlayırıq hansından? Evrolub yağından ki, hal-hazırda da gördüyünüz kimi, ələbə maşında da bu görürsən, Cleantech Dixis 530 özüm də istifadə edirəm. Ələbə bu yağın satışı inşallah olacaq ki, 5 litrlik 530 95 manatdır, 4 litrlik 530 75 manatdır. 0-20 özüllüyü də var, yağ bu 90 manatdır. Gördüyünüz kimi rahatlıqla öz hibrid avtomobilinizə istifadə edə bilərsiniz. Tam sintetikdir və Almaniyada həm istehsal olunur, həm də Almaniyadan gəlir. Made in Germany. Rahatlıqla istifadə edə bilərsiniz. Getdik indi onun yanındakı olan nə? Filtrlara. Təbii ki, mühərrikin yağını dəyişiriksə, yanında filtrlərini də dəyişirik. İstifadə etdiyim filtr, açıq deyim, ucuzlu filtr deyil. Bunun satışı 10 manatdır. 20 gövdə üçün, 30 gövdə üçün də 10 manatdır. Hər ikisinin satışı mövcuddur və bunların açığı deyim, ola bilər ki, ucuzları da olsun. Amma hal-hazırda özüm şəxsən istifadə etdiyim filtrlər, bunlar idi deyənə, elə bunları da qoymuşam satışa. İnşallah ki, kim istəyər, alış zamanı bundan da istifadə edə bilər. Hələ fürsətdən istifadə edib ki, 100 manatdan artıq kim sifariş versə, avtomatik çatdırılma Bakı daxili ya yaxın yerlərə belə deyim, ödənişsizdir. Kəndlərə ödənişlidir, bir də bölgələrə də var çatdırılmalarımız. Orada ucu baxır da vəziyyətə. Balaca məhsuldursa postla göndərilir ki, sizə də ucuz başa gəlsin. Yox, böyük məhsuldursa ucu maşınlarla göndərilir ki, orada qiymət daha ucuz başa gəlir. Bir sözlə hər tərəfli sizi düşünülüb bu şeyi fikirləşmişik. Sonra keçirik hansı məhsula. Bu orijinal şamlardır. Tam-tamına Amerikadan gələn şamlardır. Rahatlıqla öz maşında istifadə eləmişdim. Hələ də gedir, maşını satmışam, hələ də gedir. 60.000 kilometr artıq keçib, hələ də istifadə edirəm və bu orijinal şamlar 20 gövdə üçün 90 manatdır. Çatdırılma ilə bir yerdə olacaq 95 manat. 5 manat çatdırılmadır. Şəhər içi, yaxın yerlərə, yox, kəndlərə falan 10 manatdır. Bölgələrdə ki, artıq danışırsınız. Bu arada elə fürsətdən istifadə edən nömrəni də deyim, çatdırılma üçün 070 790 86 86. Bütün bu məhsulların çatdırılması ilə yoldaş məşğuldur. Ona birbaşa əlaqə saxlaya bilərsiniz. Yox, mənim nömrəmi də bilirsiniz ki, artıq paylaşmışam. Təbii ki, bu mənim iş nömrəmdir. Nə sualınız olsa, nə ilə bağlı olur, fərqi yoxdur. 070 282 82 80. 070 282 82 80. Əlaqə saxlayırsınız, nə sualınız var, verin. Daha doğrusu WhatsApp-a səs atırsınız və yaxud da yazırsınız. Zənglərə cavab verilməyəcəyi üzr istəyirəm. 30 gövdənin şamları 105 manatdır. 105 manatdır. Bu da tam orijinaldır. Rahatlıqla istifadə edə bilərsiniz. Bir dənə də olsun, heç birində vazvrat olmayıb, deyim biləsiniz. Yəni çox hədsiz dərəcədə orijinal şamlardır. Getdi növbəti məsələyə. Yəni şəxsən mənə görə maşında ən vacib olan hissələri bura yığıb toplamışam. ABS. ABS sıradan çıxmamaq üçün nə edirik? Təbii ki, biz bunları dəyişməliyik. Bu da nədir? Əyləc mayəsi. Əzizim, əyləc mayəsi DOT 3, hansı ki bizim avtomobillərə gedir. 20 gövdəyə bu yarım litrliyidir. 3 dənə yarım litrliyi gedir. Ona görə də 3 dənə qoymuşam bura. 30 gövdəyə 4 dənə yarım litrlik, yəni 2 litrə gedir. Biri 10 manatdır. Biri 10 manatdır. Satış qiyməti 3 dənəsini almaq istəsəz 20 gövdə üçün misal üçün 30 manat pul verməlisiniz. Dəyişməkləri də kimə inşallah sizə deyəcəm. Mənlə məsləhətləşə bilərsiniz. 20 manata da dəyişən yer var, 30 manata da dəyişən yer var. Onları inşallah o hissələri sonra danışarıq. O problemli şey deyil. Deməli 30 manat misal üçün bunlardır. Yenə də təkrarçılıq olmasın, nəyinsə çatdırılmasını istəsəz, ümumilikdə bütün məhsullar 100 manatı keçirsə çatdırılma pulsuz olur inşallah. Gedək, sonra ən çox sevdiklərimdən də biri Supremium qatqılarıdır. Bunu mən daim olaraq istifadə edirəm. Supremium qatqıları nə işə yarayır? Bizim qismən aktamımızı qaldırır. Mühərrikin
daxili hissələrini, daxili hissələr dediyim bir hansıdır? Eger, zaslonka, farsunka, nəm kollektor falan tərtəmiz saxlayır, tərtəmiz. Bunu şəxsən öz məhsulumda istifadə eləmişəm. 60.000 kilometr dəyişmişəm sveçanı. Bir dəfə də olsun zaslonkanı yuduzdurmamışam. Bu dəqiqədə baxmışıq, yəni ustalarla baxırıq, tərtəmizdir. Bu nə hesabına? Çünki 92 istifadə edirəm. 92 ilə də ki, ən azından zaslonka pis günə qalır. Amma məndə şükür Allah bunun hesabına əladır. Bunun qiymətini deyirəm. Hələ ki 18 manatdır. Çox güman ki, gələn aydan bu da 19 manat olacaq. 19 manata benzin üçün su premium qatqılarıdır. 19 üzr istəyirəm, hələ ki 18 manat. 19 manata dizel üçün su premium qatqılarıdır. Bunun da istifadə qaydasını çox qısa olaraq deyim, çünki bu bizim videonun mövzusu deyil. Bax, hələ bir ki 250 millidir, düzdür əzizim. Bunu 250 litr dizelə istifadə edə bilərsiniz və yaxud da benzinə fərqi yoxdur. Bunu necə? Krışkanı açırsan, qardaşım, krışkanı açdın, tam çıxartdın. Buradan belə sıxırsan. Sıxandan sonra bax 25 milli burada var da. 25 millini 25 litr benzinə və yaxud da dizelə istifadə edə bilərsən. Belə çox bəsit istifadə qaydası var. Vinsi injektor təmizləyəni də var. Bunu mən hədiyyə eləyəcəm. Hədiyyənin də qiyməti olmadığına görə heç bu videoda deməyəcəm. İstəyən özü maraqlanar. Ona görə bu kimlərə hədiyyə olunacaq? İlk 2 azdır. İlk 3 sifariş verənlərə Vinsin injektor təmizləyəni hədiyyə olunacaq. Hələ hədiyyəmiz biraz da var. Birazdan hələ bir dənə hədiyyəmiz olacaq. Ona görə videonun sonuna qədər izləyin. Gedirik Aktan Booster'a. Bölgələrə gedəndə həmişə istifadə elədiyim və yaxud da qaydanda bundan istifadə edirəm. 16 manatdır hələ ki. Bu əməlli başlı qəşəng aktanını qaldırır. Həqiqətən də 3-5-dir səhv eləməmsə, burada yazılıb. 3-5 aktanı qaldırır. Yəni 92 benzin vurub bunu tökürsünüzsə maşına, olur nə? Qırğın. Maşın uçur. Ona görə də və rahatlıqla abqona falan rahatlıqla çıxa bilirik. Bunu da məsləhət görürəm. Belə baxanda çox şeydən bəhs elədim. İkinci, mənə görə bax, ən birinci, mühərrik ən bahalı hissədir, düzdür. Ona görə yaxşı yağdan istifadə eləməliyik, yaxşı filtrdən istifadə eləməliyik. İkinci ABS idi ki, ən bahalı odur. Mühərrik təxminən də deyim də 1100-1300 civarıdırsa, misal üçün. ABS 850 watt civarıdır, düzdür. Üçüncü də mənə görə yolda qalmamağın səbəbi bu hibrid sistemidir. Hibriddir, antifrizdir. Bu məsələlərə biz diqqət, önəm yetirməliyik. Birincisi, mühərrikin radiatorun, yəni antifrizini dəyişməyəndə tıxanmalar baş verir. Qış vaxtı bizdə nələr baş verir? Nə bilim, istiliyi yaxşı vermir, sağı yaxşı verir, sola pis verir. Nə bilim, bu tərəf donur, o biri tərəf patpres, nə bilim, olur. O parlanır, eləyir. Yəni aləm deyir bir-birinə. Qardaş, vaxtında antifrizli deyiş. Heç bir belə şeylər problem yaşama. Ay nə bilim, inventorin pompası sıradan çıxdı. Bunu dəyişirsən vaxtında. Heç vaxt səndə o problemlər olmayacaq. Yəni olacaq, biri var ki, məsəl üçün 50 mindən bir dəyişsən, biri var 200 mindən bir dəyişsən. Onu demək istəyirəm. Antifrizdə iki növ antifriz var. Bu bütün hibrid avtomobillərə aiddir ki, vaxtında dediyim nədir? 60.000 kilometrdən bir və yaxud da ki 3 ildən bir. Antifrizi qardaş dəyişkinə. Bu DOT3-lərə də aiddir, ABS-ə də aiddir, hələ buna da aiddir. Bu necədir? Bunu litr yarımdır, əziz qardaş. Litr yarıma, amma bu antikorrozyondur, yəni hazır deyil, istifadə üçün hazır deyil. Yəni bunun hələ C12-dir, litr yarımda konsentrant suyu əlavə edirsən, olur 3 litrlik hazır antifriz. Cəmi hələ ki qiyməti 20 manat. Sonra yəni özünüz istəsiniz maraqlanmayın, elə Svag yazsınız, Svagın antifrizlərini onlayn satış yerləri var. Özünüz qiymətlərini görəcəksiniz neçə manatdır. Yəni hələ ki bizdə çox ucuzdur, 20 manata əldə edə bilərsiniz. Belə deyim də sizə də hibrid sistemə 2 litr antifriz gedir, mühərrikə 5 litr antifriz gedir. Ümumilikdə 7 litr antifriz lazımdır. Bunu da alanda 20 manata 3 litr deməkdir də bu. Litr yarım olsa da konsentrant suyu da üstündə hədiyyə olunur hələ ki və 20 manata siz 3 litr antifriz təmiz Alman deyə. Yəni bu da bir dənə zəhmət olmasa buranı çək. Made in Germany.
Təmiz Almaniyada, bax ünvanları filan zad. Yəni akkuratlı məhsullardır da. Mən yenə də deyirəm, pis məhsul istifadə eləməmişəm. Heç vaxt sizə də tövsiyə görmürəm. Yəni Brembo ümumiyyətlə demirəm, bu nə şirkətdir? Brembo dünya markasıdır da. Yəni belə bir də bilməyənlər üçün deyim ki, bir də axtarışa verin. Yəni aləm, qırğın. Bunlar da dedim, bu da Alman markasıdır. Bunlar ümumiyyətlə Amerikadan gəlir. Yəni bir sözlə Allaha şükür ki, bunlarla heç bir məhsulla siz problem yaşamayasınız. Bunlar əzizim, bunlar yeni məhsullardır. Açığı çoxlu sayda istəkləri nəzərə alaraq bu nələrdir? Bu Chevrolet Cruze'ların orijinal şamlarıdır. Gəlin göstərim sizə. Baxın, 95 manat qiyməti var. Yaponiyada istehsal olunur. Yaponskidir və Detroit, səhv eləmirəmsə Amerikadan. Yəni bunlar hamısı Amerikadan gəlir. Bax deyim biləsiz. Detroit şəhərindən, səhv eləmirəmsə oradan gəlir. Yəni akkuratla hardan istəsəz yoxlaya bilərsiniz. Hansı ustaya deyirsiniz, yoxlatdıra bilərsiniz. Tam-tamına orijinaldır, 95 manat budur. Bu isə Hyundai və Kia'lar 2018, 2019, 2017 modellərə olan 100 manatdır. Bu da eyni qaydada. Bir dənə baxım. Bunlar bircə saniyə qoy görüm hardaydı. Yaponiya. Korporasiya Denso Yaponiyada istehsal olunur. Yəni biləsiniz ki, сделано в Японии. Deyirəm də, yəni made in China. Yəni hər birim Yaponiyada istehsal olunub, amma Amerikadan gəlir bunlar. Bunlar da 100 manat satışı. Belə əzizlərim, mənə elə gəlir ki, yenə də bir dənə nömrəni təkrarlayım. 790 86 86 çatdırılmalı eləyən qardaş. Bütün məhsulları siz ondan zəng vurdunuz, danışırsınız, çatdırılmanı eləyir. Başqa nə sualınız varsa mənə aid 070 282 82 80 əlaqə saxlayırsınız WhatsApp-da. Onları da dedim. Bir də videonun sonudur. Bunu bilməm açığı necə hədiyyə eləyim. Gəlin bir dənə bir də şeylər də demədim. Qısa olaraq, çox qısa. Hələ bir dəqiqə bir dənə. Təbii ki filtrlarımız da var. Gəlin bunları da göstərim. Filtrlar da nədir? Bu 30 kuzanın mühərrikin hava filtridir. 8 manatdır. Bəli. 8 manatdır. Bu 20 kuzan salon filtridir. Bu da 8 manatdır. Yəni salon filtri, hava filtri hamısı 8 manatdır. Gəlin, bax 20 kuzan, 30 kuzanın bu 30 kuzanın deməli salon filtridir. Bu da 8 manatdır. Bu 20 kuzanın 20 kuzanın mühərrikin filtridir. O da 8 manat. Bir sözlə bütün filtrlər bir dənə yağdan başqa yağlar 10 manatdır. Bunlar hamısı 8 manatdır. Bunu da bildik və ən sonda təbii ki bir hədiyyəmiz də olmalıdır. Bu da tam yeni istifadə olunmamış Unive'nin ayaqaltılarıdır. Changan. Bunlar deməli A05-lər də gedir. A06-lar bilməm gedir yoxsa yox. Bunu fikirləşirəm necə hədiyyə eləyək. Bunu da gəlin belə onu da interesini eləyək də. Çatdırılma eləyən qardaş gedir. Görürsə çatdırılma eləyən insan Unive sürəndirsə, yəni ola bilər də qatqı sifariş versin. Gedir çatdırılma eləyəndə Unive'dir ya və yaxud da ki Changan A05-dirsə, bu olan hədiyyəsidir. Bu da belə hədiyyə eləyək. Başqa çünki ağlıma heç gəlmədi. Belə. Mənə elə gəlir ki, hər şey dedim. Başqa nə sualınız varsa, buyurun, yazın. Nömrəmi də bilirsiniz, kommentdə də yazın. Hamısına inşallah cavab verəcəm. Var olun, sağ olun. Allah hamının halal olsun, bol eləsin. İnşallah növbəti videolarda görüşərik.